Xalq artisti Rasim Balayev. Çəkiliş vaxtı yalnız Azərbaycanda deyil, Gürcüstanda, Daşkənddə, Moskvada 16 fabrik Babək filmi üçün 1500 dəstdən artıq paltar tikib. Zavodların əksəriyyəti yaradıcı qrupa təmənnasız olaraq qılınc, qalxan və digər lazım olan silahları hazırlayaraq bağışlayırdı. Çəkilişlər Naxçıvanda gedirdi. 5000-dən artıq adam çəkilişlərdə iştirak edirdi. Moskvadan Mosfilmin Kavaler polkundan 170 atlı gətirmişdilər. Həmin isti günlərdə 7-8 kiloqram ağırlığında paltar geyinməli olurdu. Elə olurdu ki, bir çəkilişdə 4 dəfə at dəyişirdi. Və getdikcə paltar əynimdə daha da ağırlaşırdı. Təsəvvür edin ki, istirahət vaxtı əynimdəki paltarları çıxarıb rahat istirahət edə bilmirdim. Və buna görə də elə paltarlı uzanıb dincəlirdim. Duran zaman isə mütləq kimsə mənə kömək etməli idi. Bir sözlə, fiziki cəhətdən mənə çox çətin olurdu. Naxçıvanda olan çəkilişlər ən isti günlərə təsadüf edir. Günün altında 60 dərəcə, gölgədə isə 45 dərəcə isti olurdu. Belə bir hava şəraitində at üstündə saatlarla çəkiliş meydançasında olmağının çətinliyini yalnız çəkilişdə iştirak edənlər bilər. Tez-tez atları dəyişməli olurdu, atın başını bir yerə yığmaq mümkün olmurdu. Başını buraxan kimi adamı götürüb aparırdı. Görünür, Babəki oynamaq mənim qismətimdə imiş. Çəkiliş vaxtı rejissorla aktyor ansamblı arasında çox səmimi bir işbirliyi yaranır. Qarşılıqlı müzakirələr, mübahisələr son anda hər iki tərəfin razılığı ilə həll olunurdu. Eldar Quliyev bir rejissor olaraq çox rahat insan idi. Mən rejissorlar görmüşəm ki, həddindən artıq tərs, inadkar və öz dediklərindən başqa kimsənin sözünə qulaq asmayıblar. Ancaq Eldar Quliyev tamam fərqli xüsusiyyətlərə malik olan bir şəxsdir. Onunla hər çəkilişdən əvvəl birgə oturub sabahki çəkilişləri müzakirə edirdik.